Hər kəs salam, mən Hüseyn. Hər vaxtınız xeyirli olsun əziz izləyicilərim. Bu günləri abituriyentlərin analizin, həmçinin də abituriyentlərə motivasiya videosunu çəkirəm. Əgər sənin də motivasiyaya ehtiyacın varsa, bu videonu sonuna qədər izləyə bilərsən. Həmçinin də abituriyentlərin hal-hazırdakı vəziyyətindən məlumatın ola bilər. Deməli, ilk öncə onu deyim ki, mən də abituriyent olmuşam və sizi mən həqiqətən gözəl başa düşürəm. İmtahan ərəfəsidir, çox stresslisiniz, həyəcanlısınız, hətta motivasiyasızsınız, yəni həvəsdən düşübsünüz. Lakin imtahana çox az qalıb. Bu özünüzə edəcəyiniz ən böyük ziyandır ki, imtahana az qalmış həvəsdən düşübsünüz. Baxmayaraq ki, illərlə, aylarla, gecə-gündüz çalışıbsınız, əziyyət çəkibsiniz, amma imtahana az qalmış həvəsdən düşürsünüz. Gəlin sizə bir nümunə göstəreyim mən. Bu nümunədə siz hər şey anlayacaqsınız. Bilirəm, vaxtınız az qalıb. Lakin sona qədər çalışanlar uğur qazanır. Bu həqiqətdir. Onsuz da çatdırmaram düşüncəsini silin beyninizdən. İndi oxuduğunuz kiçik bir mövzu belə sizin imtahanda balınızı artıra bilər. Motivasiyanızı itirməyin. Sadəcə məqsədinizə fokuslanın və özünüzə verdiyiniz söz var ha, onu heç vaxt unutmayın. Siz əgər özünüzə söz veribsinizsə, o sözə sadiq qalsanız, həqiqətən bacaracaqsınız. Mən də özümə söz vermişdim. Demişdim ki, mən istədiyim ixtisasa qəbul olacağam. Bitdi. Təbii olaraq bir çox şagird kimi həyəcanlı, stresslisən. Başa düşürəm. Mən də belə idim. Hətta saçım belə tökülürdü. Sadəcə sona qədər çalışdım, uğur qazandım. Dostum, motivasiyanı itirmə. Davam elə. Ancaq davam elə. Pis, yaxşı, xəstə olsan belə, hər hansı bir problemin olsa belə davam elə. Ancaq fokuslan, sosial mediadan uzaq qal əzizim. Cəmi bir ay qalıb. Bir ayda özü ələ al. Bir ayda nə oxudun, nə təkrarladın, gedib onda yazacaqsan. Mən sana bunu deyirəm. Əgər çalışmağı indi buraxsan, ən yaxın olduğun yerdə buraxmış olacaqsan əzizim. Biraz da davam et. İmtahana çox az qalıb. Uğur yarımçıq qoyanları sevmir əzizim. Sən indi dayansan, uğur qazanmayacaqsan. Dayanma əzizim. Davam elə. Ancaq davam. Dayanmaq sənlik deyil. Uğur yarımçıq qoyanları sevmir. Əziz abituriyentlər, sizə ən böyük motivasiya bu ola bilər ki, verdiyiniz sözə sadiq qalın. Siz özünüzə söz veribsiniz ki, mən universitetə qəbul olacağam, mən istədiyim ixtisasda oxuyacağam. O sözə sadiq qalın və hərəkətə keçin. Hərəkətə keçin. Gedin mövzuları təkrarlayın. Gedin dimin təkrarlayın. Sondan 2 dənə, 3 dənə, 4 dənə nə bacarırsınız, onun ən yaxşısını eləyin. İmtahana bir gün qalmış isə istirahət edin və imtahana girin. Və imtahana girən vaxtda deyin, mən bacaracam, mən yazacam. İmtahan nədir ki, mən ondan qorxum? Stress nədir ki, həyəcan nədir ki? Yəni, bu nədir ki, mən bundan qorxmalıyam, həyəcanlanmalıyam? Bu qədər. Video bitəndən sonra gedin həvəslə, məqsədinizə, verdiyiniz sözə sadiq qalaraq gedin kitabları oxuyun, gedin dərslərinizi təkrarlayın. Bu videonun yorumundakı şərhlərin hamısına cavab verəcəm. Dərs sualları olsun, fərqi yoxdur. Çalışdığım qədər hamısına cavab verəcəm. Bir də ki, e-mail vasitəsindən mənim əlaqə saxlaya bilərsiniz. Oradan sual verə bilərsiniz. Oradan nəsə kömək istəyə bilərsiniz. Tövsiyə verə bilərəm. Və yaxud məsləhətləşə bilərik, fərq eləmir. Sadəcə hərəkət edin. Anələrin başını buraxın, deməyin, yorulmuşam və s. və ilə axır. Onlar heç biri sizə kömək eləməyəcək. Həqiqətən deyirəm. Neçə illər əziyyət çəkibsiniz, oxuyubsunuz, gəlib bir ay qalmış dayanmaq, yəni o deyil də, yəni. Niyə dayansınız? Bu videoya baxıb motivasiyanı, disiplinini 2 qat edin. Əsas disiplinə önəm ver. Deyirəm, mən 5 saat, 10 saat oxuyacam. Gecə-gündüz oxuyacam. Yuxunuza fikir verin. Nə qədər bacarırsınız oxuyun. Minimum 6 saat oxuyun. Minimum. İnandırım sizə bilirsiniz, partladacaqsınız da yəni. Sadəcə imtahana bir gün qalmış oxumayın. Başqa etsinlər. Oldu, görüşərik. İzlədiyinizə görə təşəkkür edirəm.